Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin məskunlaşma proqramının icraçı direktoru Anna Klaudia Rozbach sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar. His Excellency Nga Kormin, President of the Assembly of the United Nations Settlement Program. His Excellency Irakli Kobahidze, Prime Minister of Georgia. Her Excellency Albana Koçu, Deputy Prime Minister of the Republic of Albania. His Excellency Stasa Kosarac, Deputy Chair of the Council of Ministers of Bosnia and Herzegovina. His Excellency Sai Samal, Deputy Prime Minister of the Kingdom of Cambodia. Her Excellency Maryam Nawaz Sharif, Chief Minister of the Province of Punjab of the Islamic Republic of Pakistan.
His Excellency Tomáš Taraba, Deputy Prime Minister of the Republic of Slovakia. His Excellency Deryageldi Orazov, Chairman of the State Committee for the Construction, Turkmenistan. His Excellency Oleksiy Kuleba, Deputy Prime Minister of Ukraine. His Excellency Igor Sergeyenko, Chairman of the House of Representatives of the National Assembly of the Republic of Belarus. His Excellency Zhang Wuqing, Vice Premier of the State Council of the People's Republic of China. His Excellency Olzhas Bektenov, Prime Minister of the Republic of Kazakhstan.
His Majesty King Mswati III, King of Eswatini. Her Excellency Ileana Iotova, President of the Republic of Bulgaria. His Excellency William Samuel Ruto, President of the Republic of Kenya. His Excellency Constantino Chiwenga, Vice President of the Republic of Zimbabwe. His Excellency Sadir Japarov, President of the Kyrgyz Republic. His Excellency Mohammed Yunus Al-Manfi, President of the Presidential Council of the State of Libya.
His Excellency Tarambir Kokhol, President of the Republic of Mauritius. His Excellency Alexander Vučić, President of the Republic of Serbia. His Excellency Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan. Qarşılama mərasimindən sonra birgə foto çəkdirildi. Xanımlar və cənablar, biz şərəf hissi ilə Azərbaycan Respublikasının prezidenti Zat əlləri cənab İlham Əliyevin və digər dövlət və hökumət başçılarının gəlişini elan edirik. Onlar Ümumdünya Şəhərsalma Forumun 13-cü sessiyasında bizə qoşulur. Xanımlar və cənablar, gəlin BMT-nin baş katibinin müavini, BMT-nin məskunlaşma proqramının icraçı direktoru xanım Anna Klaudia Rozbachı salamlayaq. Bakıda günəşli sabahınız xeyir. Gözəl Bakıda BMT-nin Məskunlaşma proqramı adından Ümumdünya Şəhərsalma Forumun 13-cü sessiyasına xoş gəlmisiniz. Sonra BMT-nin məskunlaşma proqramı tərəfindən hazırlanmış WUF 13-ün açılışına həsr olunan video çarx nümayiş etdirildi və mədəni proqram təqdim olundu.
Zatəlləri, xanımlar və cənablar, böyük məmnunluq hissi ilə Azərbaycan Respublikasının prezidenti Zatəlləri cənab İlham Əliyevi açılış nitqi üçün səhnəyə dəvət edirik. Zatəlləri, xanımlar və cənablar, əziz qonaqlar, əvvəlcə mən Ümumdünya Şəhərsalma Forumun bütün iştirakçılarını Bakıda salamlamaq və foruma uğurlar arzulamaq istərdim. Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə 182 ölkədən 45 mindən artıq qeydiyyatda alınmış iştirakçımız var. Bununla belə, bu, il yarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumun 13-cü sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar. Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər siz Bakıda içəri şəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz. Vaxtilə 3 kilometr olmuş Bakı bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkanıdır. Daha sonra isə Avropa memarları tərəfindən layihələndirilmiş və tikilmiş 19-cu əsrə aid binalar var. Bir sözlə, Bakıda qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən, əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir. Bu il mənim sərəncamıma əsasən şəhərsalma və memarlıq ili elan edilmişdir. Mən bu tədbirin təşkilinə verilən dəstəyə, əməkdaşlığa və forumun 13-cü sessiyasına ev sahibliyi etmək üçün bu cür çox məsuliyyətli vəzifənin bizə həvalə edildiyinə görə təşəkkürümü bildirmək istəyirəm. 2022-ci ildən etibarən biz BMT-nin məskunlaşma proqramı ilə Azərbaycanda uzun illər işğal altında olmuş şəhərlərdə, Ağdamda, Zəngilanda və Xankəndidə 3 milli şəhərsalma forumlarını keçirmişik. Bugün qlobal toplantını təşkil edərək biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərqlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm. Vaxtilə
Şirvanşahlar dövlətinin paytaxtı olan və 14-cü əsrdə yazıb yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerdə, Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərdən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi 12-ci əsrə aid Möminə Xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri olan 12-ci əsrdə yaşayıb yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncə bugün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var. Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin dünyadakı ən qədim kilsələrdən biridir. Əcdadlarımızın istedadını nümayiş etdirən digər bir misal Lahıc kəndidir. 15 əsr bundan əvvəl kənd yaradılanda insanlar bugün də işləyən kanalizasiya sistemini və su xəttini çəkmişlər. Demək olar ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib. Bizim əcdadlarımız tərəfindən tikilənlər təkcə mənim qeyd etdiyim abidələr deyil. Əlbəttə ki, 6-cı əsrə aid Qız qalası ilə Bakı işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid Azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub. Eyni zamanda qorunaraq bugünə qədər saxlanılır. Qeyd etdiyim bütün bu abidələri hər kəs ziyarət edərək görə bilər, onların içərisinə daxil olaraq onlara toxuna bilər. Hesab edirəm ki, bu bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir. Biz bununla fəxr edirik. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək. Bugün xüsusilə paytaxt şəhərlərdə şəhər inkişafına olan bu zərurəti tam anlayışla qəbul edərək cəsarətli və ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıdakı Formula 1 yarışı ilə müqayisə edirəm. Yeri gəlmişkən, Bakı Grand Prix'si şəhər halqasında keçirilən çox az saylı yarışlardandır. Ən sürətli əsas yolda sürət saatda 300 kilometrdən çox olur. Sonra isə pilotlar əyləcə basaraq bolidlərini eni 7 metr olan küçəyə sığışdırmalıdırlar və bunu da qədim qala divarlarından 1 metr məsafədə etməlidirlər. Beləliklə, pilotlar, liderlər, qərar qəbul edənlər və inkişaf gündəliyini irəli aparanlar kimi cəsur və ehtiyatlı olmalıdırlar. Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq. Lakin eyni zamanda tarixi irsimizin qorunmasına gəldikdə çox ehtiyatlı olmalıyıq. İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Hiroşima ilə müqayisə edirdilər. Onlar Ağdamı
Qafqazın Hirosiması adlandırırdılar. Çünki şəhər sadəcə mövcud deyildi. Şəhər tamamilə yerlə yeksan edilmişdir və o, Hirosimadan fərqli olaraq atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır. Beləliklə, hazırda böyük qayıdış proqramı həyata keçirilir. Şəhər və kəndlərin baş planları hazırlanır. Mən əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim. Artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər 5-i də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, 3 beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi 5 il ərzində inşa olunub. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq məhz torpağın yiyələri bu cür davranır. Bugün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir. Bununla belə, onlar üçün mənzillər və fərdi evlər, məktəb və xəstəxanalar tikmək üçün əlbəttə biz minalardan təmizlənməni aparmalıyıq. Lakin eyni zamanda biz məşğulluq haqqında düşünməliyik. Həmin sahələrdə artıq salınmış və salınacaq çox saylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş 100 minlərlə insanın sürətli qayıdışına bir mənalı dəstək olacaq. Bakı haqqında danışsaq, bir neçə əlavə məsələni də qeyd edim. Biz ətraf mühit sahəsində çox işləri görməli olduq. Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə nefti hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına 0 dərəcədə riayət edilib. Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibi Heybət və Böyük Şor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi video materiallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bugün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən o çirkləndiyinə görə Qara şəhər adlanılırdı. Bu şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü Sea Breeze istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə ora getməyi çox tövsiyə edirəm. Onlardan bəzilərinin burada zalda əyləşdiyini görürəm və bu müasir şəhərsalmanın digər misalını gedib görmək olar. Son 20 il ərzində biz Bakıda 100 park və ictimai yer, bağlar yaratmışıq. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerji ilə işləyən müasir avtobuslara, sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər, paytaxt və nəinki paytaxt üçün bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur. Söylədiyim kimi, Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir. Bir mənalı olaraq bu cür mühüm toplantı və BMT-dən olan dostlarımızın, səfərə gələn çox saylı qonaqların ekspert bacarıqları bizə
daha çox öyrənmək, bir-birimizdən əldə etmək, müsbət təcrübə ilə tanış olmaq və həmçinin səhvlərimiz haqqında danışmaqda yardımcı olacaq. Şəhərsalma prosesində çox səhvlər olub və düşünürəm ki, həmin dövr artıq keçmişdə qaldı. Mən vaxtınızı çox almaq istəmirəm. Mən həmçinin Bakının bələdçisi kimi danışa bilərəm. Lakin düşünürəm ki, sizin üçün onları öz gözünüzlə görsəniz daha yaxşı olar. Mən Bakıda bütün qonaqlara xoş səfər arzu edirəm. Ümumdünya Şəhərsalma Forumuna uğurlar diləyirəm. Sağ olun. BMT-nin baş katibi Antonio Guterres və BMT Baş Assambleyasının prezidenti Annalena Baerbock'un açılış mərasiminə ünvanladıkları video müraciətləri nümayiş etdirildi. BMT-nin baş katibi müraciətində Ümumdünya Şəhərsalma Forumunun məqsədləri reallığa çevirmək üçün bir təkan olacağını vurğuladı. Bu tədbir həmçinin mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək üçün də imkan yaradır. Bu sözləri isə BMT Baş Assambleyasının prezidenti dedi. Sonra BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti Inga Korming çıxış etdi. Zat əlləri Prezident İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti, zat əlləri, hörmətli dövlət və hökumət başçıları, hörmətli xanım icraçı direktor, hörmətli nazirlər, merlər və hörmətli delegatlar, xanımlar və cənablar. Mən böyük şərəf hissi ilə tarixi Bakı şəhərində sizin qarşınızda dayanıram. Burada qədimi İpək yolu və Xəzər dənizinin müasir təzahürünün əksi olan şəhərdə sizin qarşınızda çıxış edirəm. Mən öz ən səmimi salamlarımı Azərbaycan hökumətinə və Azərbaycan xalqına çatdırıram. Bizə göstərilmiş səmimi qonaqpərvərliyə və tədbiri keçirdiyinizə görə təşəkkürümü bildirirəm. Mən həmçinin burada BMT-nin baş katibi cənab Antonio Guterres və Baş Məclisin sədri xanım Annalena Baerbock'un bizə verdikləri mesajı etiraf edirəm. Nəzərə almalıyıq ki, qlobal şəhərsalma gündəliyi heç zaman çox tərəfli əməkdaşlıq üçün bu qədər mühüm bir əsas kimi götürülməmişdir. Zat əlləri, Bakı 13-cü Şəhərsalma Forumu dövründə dünyanın paytaxtına çevrilir. Bir daha fundamental bir vədə qeyd etməliyik ki, əgər biz şəhərsalmanı inkişaf etdirməsək, biz öz vədimizi övladlarımız qarşısında sındırmış olacaq və beləliklə bu mövzuda, bu forumun mövzusunda bu sadəcə bir şüar deyil, bu bizi tədbirlərin görülməsinə olan bir çağırışdır. Amma icazə verin bir daha xatırladım. Bu çağırış, tədbirlərin görülməsi real dünyaya və real iqtisadiyyata söykənməlidir. Və bu baxımdan biz bütün dünya üçün bu məsələni həll etməliyik və okeanları, dənizləri qət edərək siyasi iradəmizi göstərməliyik. Düzgün siyasəti yürütməliyik və bütün vətəndaşlar üçün yaşayış yerlərinin qurulmasında çalışmalıyıq. BMT-nin Məskunlaşma Proqramının göstəricilərinə görə qlobal ev şəraitləri böhranı ilə üzləşən insanların sayı 2,8 milyarddır və onlar qeyri-rəsmi yaşayış yerlərində məskunlaşırlar. 2 milyard şəhər sakinləri və 2040-cı ilə qədər 0,5 Selsi dərəcəsindən əziyyət çəkəcəklər. Bu, nəinki qeyri-adekvat yaşayış yerlərdir, o cümlədən mühüm rəqəmlərdir və onlar bugün həyat mübarizəsini aparırlar. Və BMT-nin Məskunlaşma Məclisinin sədri kimi mən qeyd edirəm ki, dünən 80 nazirdən artıq burada qeyd etmək istəyirik ki, New Yorkda yeni şəhərsalma gündəliyini orta səviyyədə nəzərdən keçirilməsi üçün yüksək səviyyəli, qeyri-rəsmi görüşə hazırlaşırlar və onlar da eyni istiqamətdə addımlayaraq məhz oxşar çətinliklərlə üzləşirlər və bu bizim ümumi bir
məqsədimizdir ki, biz ona nail olmalıyıq. Mən burada sizə söyləməliyəm ki, biz bu mübarizədə tək deyilik. Gəlin, öz səylərimizi 2 dəfə artıraq ki, yeni şəhərsalma gündəliyi və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün bu yerli səviyyədə işlər görək. Bildiyiniz kimi, bizim məclisimiz hamı üçün adekvat iş yerlərinin yaradılması baxımından hökumətlər arası işçi qrupunu yaratmışdır. Bu, tarixi bir platformadır ki, çox tərəfli əməkdaşlıq baş tutsun və qlobal siyasət ilə yerli səviyyədə görülən işlər arasında körpü salınsın. Zat əlləri, mən burada məclisin sədri kimi qarşınızda çıxış edərək bildirmək istəyirəm ki, şəxsən mənim ölkəmin, Malayziyanın da bu sahədə təcrübəsi var. Malayziyanın getdiyi yol bugün yeni şəhərsalma gündəliyinə uyğundur və Malayziyanın Madani planına tam uyğun gəlir. Və biz 1,1 milyon məhz əl çatan evlərin yaradılmasına 77% məhz evdə sahib olma dərəcəsinə nail olmuşuq. 115 milyon ağac əkərək yaşıllıq hədəflərinə nail olmuşuq və 60%-dən çox məhz yerli hakimiyyət orqanları könüllü şəkildə yerli səviyyədə tədbirləri görmüşdür. Bu da dayanıqlı inkişaf məqsədlərinə doğru həyata keçirdiyimiz siyasəti müsbət təsirini göstərir. Zat əlləri, bugün mən sizə sual verirəm. Əgər biz şəhərlərin xəritəsinə baxsaq, biz ona sırf elə yollar və zonalardan ibarət zona kimi baxmalı deyilik. Biz burada simaları görürük. Biz əgər görürük ki, gənc sahibkar xarabalıqda məhz öz biznesini başlamaq istəyirsə, əgər biz görürük ki, sahil yanı yerlərdə ailələr risklərlə üzləşirsə, dənizin çəkilməsi nəticəsində ki, onda biz hamımız bu öhdəliyi özlərimizə götürməliyik ki, biz insanlara doğru şəhərsalmanı həyata keçirməliyik və 5,4 trilyon dollar illik maliyyə boşluğu üzə çıxır və mən növbəti il Birləşmiş Ərəb Əmirliklərinin prezidentinə həmin bu mandatımı verdiyim zaman sizi dəvət edirəm ki, biz tədbirlər planının həyata keçirilməsinə başlayaq. Bu, iddialı və çox hərtərəfli bir proqram olacaqdır. Zat əlləri, hörmətli hökumət başçıları, Azərbaycan ev sahibi olaraq anlayır ki, və evin olması əsl dəyərdir və bu çox mühüm bir məfhumdur. Və burada gözəl bir kəlam var. Hər kəsin öz evi öz qibləsidir. Əsrlər boyu belə olubdur. Evdə özünü hiss etmək, bu olduqca vacibdir. Bir halda ki, dünya qeyri-sabit vəziyyətlə üzləşir və görürük ki, təsisatlar öz səlahiyyətlərini yerinə yetirə bilmir. Texnologiyalar bizim cəmiyyətimizi dəyişir və bu anlarda yadda saxlayın ki, gələcək onu proqnozlaşdıranlara yox, onu quranlara, onu inşa edənlərə məxsusdur və bizim vəzifəmiz, bizim hamımız üçün gələcək şəhərsalmanın memarlarına kömək etmək vacibdir və bir daha Azərbaycanın gözəl bir kəlamı var və bu bizim işimizə aiddir. Dama-dama göl olar, axa-axa sel olar. Bir daha gəlin Azərbaycanın bu müdrik kəlamını özümüz üçün təlimat kimi götürək. Bir halda ki, hər hansı bir siyasət müzakirə oluna bilər, hər hansı bir tərəfdaşlıq formalaşa bilər və hər hansı bir öhdəlik Bakıda formalaşa bilər. Bu, ümid çırağıdır. Gəlin birgə olaraq bir tədbirləri formalaşdıraq və o bizi gələcəyə doğru aparacaq və heç kəs və heç bir yer diqqətdən kənarda qalmayacaq. Mən sizin hamınıza çox məhsuldar və transformativ forum arzu edirəm. Çox sağ olun. Daha sonra BMT-nin məskunlaşma proqramının icraçı direktoru Ana Klaudia Rozbaq çıxış etdi. His Excellency Dr. İlham Əliyev, Zat əlləri, President of the Republic of Azərbaycan Respublikasının prezidenti cənab His İlham Excellency Əliyev, Mr. Ga Kormin, Zat əlləri, President of the United Nations Habitat Assembly, BMT-nin məskunlaşmanın
Məclisinin sədri cənab Nga Korming, zat əlləri, hörmətli nazirlər, üz dövlətlərin və yerli hakimiyyət orqanlarının hörmətli nümayəndələri, hörmətli həmkarlar və qonaqlar. Bütün protokol qaydalarına riayət edirəm. Mən ilk öncə öz səmimi qəlbdən öz fikrimi izhar edirəm ki, Bakıda çox gözəl bir hava şəraiti yaranırdı ki, və biz bundan çox məmnunuq. Zat əllərim, biz gələcəyin nə gətirəcəyini bilməyə bilərik. Lakin insanların bugün qarşılaşdığı reallıqları yaxşı bilirik. İqlim böhranı, məcburi köçkünlük, münaqişələr və dağıntılar. Bu çətinliklər fonunda 1 milyarddan çox insan hələ də qeyri-sabit şəraitdə yaşayır. Suya, kanalizasiyaya, elektrik enerjiyə, layiqli işə və təhsilə etibarlı çıxışı olmadan, xəstəliklərin yayıldığı və ən çox uşaqların əziyyət çəkdiyi sağlamlıq baxımından əlverişsiz mühitdədirlər. Bu, insanların böyük əksəriyyətinin yaxın gələcəkdə şəhərlərdə yaşayacağı bir dünyadır. Elə şəhərlər ki, burada bir çox gənclər, yaşlı insanlar, miqrantlar və yeni gələn şəxslər yaşamağa maddi imkan tapa bilməyəcəklər. Elə şəhərlər ki, burada daha çox insan küçələrə və qeyri-rəsmi yaşayış məntəqələrinə məcbur olub çıxacaq. Getdikcə daha çox olanlar və olmayanlar arasında bölünən şəhərlər üzə çıxacaq. Zat əlləri, hörmətli həmkarlar, dünyanın müxtəlif icmalarından və yüksək səviyyəli liderlərindən ibarət 10 minlərlə insanın burada, Bakıda bir araya gəlməsi təsadüfi deyil. Məqsədimiz bir mühüm suala cavab tapmaqdır. Qeyri-müəyyənlik, qeyri-sabitlik və dağıntılar dövründə hər kəs üçün adekvat mənzili necə təmin etmək olar? Son günlər Azərbaycanın bəzi bölgələrinə təsir edən güclü yağış və tufanlara baxmayaraq, zat əlləri də bunu da xatırlatdı. Biz burada, Bakıda dözümlülük, biz bunu şəhərə aid edirik, qətiyyət və ortaq məqsəd hissi ilə bir araya gəlmişik. Bu reallıqdır. Bir çox bugün şəhərlərdə bu görünür və biz burada komanda halında işi, sürətli reaksiyanı görürük və sizin hamınızı bu gözəl bir məkana bizi topladığınıza görə sizə təşəkkürümüzü bildiririk. Maraq səviyyəsi və iştirak burada müstəsnadır. Bu xarakterli heç bir forum indiyədək bu qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməmişdir. Bu isə mənzil və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayandığının daha da yaxşı şəkildə bizə göstərir və beləliklə gəlin özümüzə xatırladaq ki, biz birlikdə bu yolda sıfırdan başlamırıq. Bütün regionlarda mənzil məsələsi, iqtisadi artım, sosial inklüzivlik və iqlim dayanıqlığı ilə əlaqəli əsas siyasət prioritetinə çevrilir. Afrika boyunca hökumətlər əlçatan mənzil layihələrini, qeyri-rəsmi yaşayış məntəqələrinin yenilənməsini və infrastruktur investisiyalarını inkişaf etdirirlər. Asiya və Sakit Okean regionunda bir sıra ölkələr şəhərin yenilənməsi, əlçatanlıq və geniş miqyaslı mənzil tikintisi proqramlarını həyata keçirirlər. Latin Amerikasında sosial proqramlar var. Yaxın şərqdə mənzil siyasəti getdikcə daha çox iqtisadi şaxələndirilmə və demografik dəyişikliklərə əlaqələndirilir. Avropa və Şimali Amerikada isə hökumətlər artan şəhər təzyiqlərinə cavab olaraq əlçatan mənzil siyasətini həyata keçirirlər. Dostlar, dünya diqqətini mənzil məsələsinə yönəltdiyi bir vaxtda artıq paylaşdığımız
dayandığımız ortaq prinsipləri və baxışlarda özümüzə xatırladırıq. Biz qəbul edirik ki, mənzil böhranı həm də bərabərlik, dayanıqlılıq və insan hüquqları böhranıdır və şəhərlərimizin gələcəyi istisna üzərində deyil, inklüzivlik üzərində qurulacaqdır. Mənzil sistemləri uğursuz olduqda şəhərlər inkişaf edə bilməz. Biz bilirik ki, insanlar evlərini itirdikdə onlar sadəcə divarları və damı deyil, təhlükəsizliyini, dolanışıq imkanlarını və aidiyyatlı hisslərini də itirirlər. Mənzil hüququnun iqlim dəyişikliyi səbəbindən getdikcə daha çox təhdid altında olduğunu qəbul edərək biz həmçinin ortaq bir fikri paylaşırıq. İqlim fəaliyyəti və mənzil siyasəti artıq ayrı-ayrı müzakirələrə mövzusu ola bilməz. Bərpa mənzildən başlayır, dayanıqlıq və evin özündən başlayır. Bugün tikdiyimiz evlər sabahın iqlim reallıqlarına davam gətirməlidir. Buna görə də biz inanırıq ki, mənzil siyasətin kənarında deyil, qlobal fəaliyyətin mərkəzində yer almalıdır. Mənzilin iqtisadi və maliyyə aspektlərini araşdırarkən biz birlikdə qəbul edirik ki, mənzil yalnız sosial zərurət deyil, həm də güclü iqtisadi mühərrikdir. Mənzilin sosial və iqtisadi potensialını reallaşdırmaq üçün spekulyasiyanı deyil, evləri maliyyələşdirən maliyyə sistemlərinə ehtiyac vardır. Yeni şəhər salma gündəliyinin aralıq icmalı həm bugünkü şəhər problemlərinin aktuallığını, həm də Kitoda verilmiş öhdəliklərin davamlı əhəmiyyətini təsdiqləməlidir. VUP 13 praktiki fəaliyyət, tərəfdaşlıq və investisiyalar vasitəsilə icranı sürətləndirmək üçün bir fürsətdir. Artıq diqqəti həll yollarına yönəltməyin vaxtıdır. Hamı üçün adekvat mənzilə nail olmağın yolları hansılardır? Biz harada səhv etmişik və irəliləyişi əldə etmək üçün nəyin fərqini nəzərə almalıyıq? BMT-nin məskunlaşma proqramı qlobal mənzil böhranının həllinə malikdirmi? Qeyri-adekvat mənzil şəhərində yaşayan təxminən 3 milyar insan üçün bütün cavablarımız varmı? Gecə kondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan 1 milyarddan çox insan üçün nə edə bilərik? Yaxud evsiz vəziyyətdə olan təxminən 300 milyon insan üçün nə edə bilərik? Mən bunu iddia etməyəcəm, lakin bunu əlavə etməyə icazə verin. Burada məhz kollektiv səylər bunu göstərir. Biz əlbəttə ki, burada bir araya gəlməyimizin vaxtını, xərcini və əlavə etməyə cəsarət edirəmsə, iqlimə təsirini əsla yüngül qiymətləndirməməliyik. Biz bir-birimizi dinləmək, təcrübə ilə bölüşmək və addımlar atmalıyıq. Bakı bu ilin İyul ayında keçiriləcək Baş Assambleyanın yüksək səviyyəli toplantısına aydın bir mesaj göndərmişdir. Biz mənzil böhranının sadəcə tanıqlardan çıxaraq dayanıqlı inkişaf məqsədlərinə konkret siyasətlər və investisiyalar yatırmalıyıq. Ümid edirəm ki, biz Bakıdan bu inamla ayrılacağıq. Bugünkü qlobal çağırışlara baxmayaraq, adekvat mənzil hər kəs üçün istisnasız olaraq əlçatan ola bilər. Sonda Dünya Şəhər Forumunun 13-cü sessiyasına ev sahibi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirmək istəyirəm. İndi isə mən məmnunluqla sessiyanı rəsmi olaraq açıq elan edirəm. Sağ olun. Sonda Azərbaycan tərəfindən VUP 13-ün açılışına həsr olunan videoçarx təqdim edildi.